gəlir, nə danışsın? Doğrudan deyirsən, o yox, oydu. Beləliklə gəldik qorxularla bağlı videolar silsiləmizin son videosuna. Bugün xeyli video çəkdim, paylaşdım. Sabahları səfərə gedirəm, Zaqatalaya uzaq yola gedirəm, toya gedirəm, hər kəsə nəsib olsun, hər kəs balalarından görsün, beynin vacib funksiyası, özündən sonra mütləq genini artırmaq. Ola bilsin sabahları 2 gün video paylaşmayayım, kifayət qədər sizin üçün burada material qoymuşam. Belə, yaxşı, qorxular bizə başqa necə təsir edir? Sizə bir şeyi xatırlatmaq istəyirəm. Koroğlu dastanını hamı xatırlayır. Orada belə bir səhnə var. Qıratı bağlayır tövləyə və deyir ki, 40 gün ona baxma. Koroğlu səbr eləyə bilmir. 40-cı günü tövlənin damından bir deşik açır və oradan belə aralayıb baxır və baxanda görür ki, Qıratın qanatları var idi və qanatlar başladı əriməyə. Bütün mətnlərdə, dastanlarda, hər şeydə mütləq həqiqətlər var. Burada bizə çatan şey nədir? Biz təzahür elətdirməkdən, nə bilim, ümumiyyətlə də belə deyək, bu kimi şeylərdən danışırıq, düşüncələrimizin gerçəkləşməsindən filan. Və burada qorxu bizim həyatımızı idarə edir, konkret. Yəni, qorxmuram deyə bir şey yoxdur. Yenə deyirəm, bu qorxu ümumi sözdür. Bütün narahatlıqlar qorxudur. Bütün səni yəni duymadan, belə hiss eləmədən qorxuruq biz. Biz onu heç hiss eləmirik. Bu da nəyə səbəb olur? Bax, məhz bizim bir şeyi düşünürük də, bir şeyin haqqında biz pozitiv düşünməliyik. Yəni, yüksək plus, minus, plus, müsbət enerjidə titreşimdə qalmalıyıq. Yəni, arzularımız və xəyallarımız gerçək olsun. Amma qorxular bizə avtomatik olaraq, bax, Koroğlu kimi, biliyorsun, qanadı çıxan şey, qanadını elə bir şey itirir. Və iş arasındadır ki, niyə görə, bax, çətindir. Bizim həyatımızda niyə, bax, bu şeyləri bilməyən adamların həyatında? Çünki qorxulacaq şeylər bizdən ixtiyarsız gəlir. Yəni, məsələn, uşaq, övladımız məktəbə gedib, yarışa gedib, harasa, onun evə gec gəlməyi və yaxud onun başına bir iş gəlməyi məsələsi, qorxusu bizdən, simpatik sinir sistemin vasitəsilə bizdən ixtiyarsız gəlir. Və bu bizim əhvalımızı korlayır və biz bu şeylərə daha çox diqqət, fokuslanırıq. Amma öz istəklərimizə fokuslana bilmirik. Niyə? Çünki ona daha belə çətindir. Çünki onu şuurlu şəkildə saxlamalıyıq, aktiv eləməliyik ki, mənim uşağım niyə görə belə düşünürəm? Uşağım bu 5 alıb gələcək, ya birinci yer tutacaq yarışda. Bunu fokuslayıb saxlaya bilmirik. Niyə görə? Ona görə ki, şuur daim aktiv qala bilmir. Şuurun aktiv olması beyin bir növ avtomobilin turbo rejimində idarə olmasına bənzər. Yəni, yanacağı enerjini çox aparır. Zaten beyin enerjinin 20%'ni aparır. Şuur biraz da onu turbo artırır. Amma simpatik sinir sistemi normal bədən qidası ilə qidalar daim aktivdir. Və burada məsələ nədir? Burada çox adam sual verir. Bir nəfər müəllim də soruşdu. Qorxu bitməyəcək. Qorxuları tanımalısan, tədricən anlamalısan, bilməlisən ki, bunların heç biri qorxu deyil, qorxu təhlükədir, gəlib, dur ayağa, duracam, gücüm çatacaq, qoyacam, tasaq biz o məni döyəcək, bu artıq təhlükədir, amma qorxu olmayan bir şey, xəyali qorxu, yəni qorxunun, belə deyək də, bizi ən çox narahat edən xəyali formasıdır, xəyali forması, müharibə olub, bitib, qutarıb, biz amma o qorxusu ilə yaşayırıq. Bir dəfə qaçqınçılıq olub, ev eşiyi olmayıb, biz onun fikrini yaşayırıq. Ya Sovet hökuməti bir dəfə olub, dağılıb, biz ölüb ki, bu sabah yenə olacağı qorxusu ilə yaşayırıq. Bunlar xəyali qorxulardır. Və nəticə olaraq, bu xəyali qorxular da bizim həyatımızı çox pis idarə edir. Qorxunu gözləmirəm, qorxunu dayanıb, onun bitəcəyini və onun, yox. Bilirsiniz, məsələ nədir? İstər bunu təzahür üçün elə, istəyirsən bunu həyatını da ümumiyyətlə də rahat yaşamaq üçün, istəyirsən aydınlanmaq üçün, bütün hallarda sən qorxudan istifadə eləməlisən. Qorxu bir enerjidir. Qorxu bir titreşimdir. Sən onunla bir yerdə davam eləməlisən. Yəni ki, müəllim sual verir ki, mən məsələn kamera önünə çıxmağa utanıram. Utanmaq qorxudur. Birbaşa qorxudur. Mən avtomat atanda Alman kinoları qaçıb stolun altına girən adam olmuşam. Mən öz evimə qonaq gələndə evimə
utandığımdan girməyən adam olmuşam. Qonaq mənim evimdədir, mən utanıram qonaqlarla girib görüşməyə. Yəni bunları dəf eləmişəm. Sən qorxudan istifadə edəcəksən. Qorxu var, davam edir, var. O qorxu işləyir. Sən qorxa-qorxa addım atacaqsan. Qorxu görəcək ki, sən qorxursan, amma gedirsən, qorxunun üstünə gedirsən. Və tədricən o qorxu da sənin bir enerjin olacaq, bir gücünə çevriləcək. Bəli, yəni qorxunu durub gözləməyəcəksən ki, bu qorxu nə vaxtsa bitəcək, mən hərəkətə keçəcəm. Bütün sahələrdə qorxacaqsan, amma qorxu ilə bərabər hərəkət eləyəsən, qorxu ilə bərabər davam eləyəcəksən, irəliləyəcəksən. Bunun bir sübutunu deyimsə, müharibə bölgəsində, müharibə zamanı, döyüş anında beynin bir son şey var. Qorxular bitir, qorxuların tam son həddində həyatda qalmaq artıq mübarizəsi başlayır və onda insana qorxudan sonra dəhşətli qorxunun birləşdiyi bir sağ qalmaq mübarizəsi. Bax, mən bayaq dedim, qorxudan adam öldürürsən. Qorxu artıq gücə çevrilir, qorxu cəsarətə çevrilir və insan həyatda qalmaq üçün görürsən ki, məsələn, o qədər qorxan uşaqlar olur, bunu döyüşdə olanlar bilir. Amma son anda qəhrəmancasına döyüşür və şəhid olur və yaxud yaralanır. Niyə? Çünki artıq beyin anlayır ki, həyatda qalmalısan, qorxu çevrilir gücə, cəsarətə və şuurlu, şuursuz artıq burada yenə də təməl bizim beyin qərar verir, simpatik sinir sistemi, bizi həyatda saxlamaq. Şuur isə qorxudan tez təlaşa düşüb, yəni şuur burada belə deyil, heç bir rol oynamır. Şuur belədir, bax. Qorxu simpatik sinir sistemi dövrəyə girəndə şuurun heç xəbəri olmur. Sadəcə şuur sən özünü bir mən, bir də məndən içəridə bir mən anlayışını başa düşən adam artıq biləndə ki, qorxuram. Mən qorxuram. Amma bu qorxu mənasızdır. İşimiz tutarıb, işsizəm. Qorxudur, gəldi mənə. Onu tez aradan qaldırmaq üçün və yaxud filankəs nəsə girdim, şərh yazıb, xoşa gəlməyən şərhdir, mən qorxdum, tez düşdüm, əsəbləşdim. O anda tez bir anlıq onu şuurlu şəkildə, mən bunu bir neçə dəfə demişəm, bir anlıq o qorxunu tanıyırsan, bir anlıq ki, bu nədir, bu qorxu nədir, bu nələr mənim həyatımda dəyişiklik elə bilər, heçsə, yazıb da, sözdür, yazıb da, bir əlimi qoysam ürəyimin üstünə, bu sinir sistemini oyadır, biraz sıxırsan, belə, biraz udarım belə, o simpatik sinir sistemini aktivləşdir, sıxırsan, sinir sistemi oyanır və bu anda bir də düşünürsən, bir ki, qorxunu tanıya, belə, nə deyim, bu işdir, ya, nə olub, mənə elə də təhlükəli deyil, bunu belə fikirləşə və eyni anda burundan dərindən nəfəs alırsan. Bunu da alırsan, bir nəfəsi buraxmırsan da, biraz gec buraxırsan, 4 saniyə alırsan, 8 saniyə buraxırsan və eyni anda da beynində belə ki, mən bu qədər belə vəziyyətlər olub ki, o qədər işsiz qalmışam, nə olub ki, ölməmişəm və yaxud o qədər belə şeylər olub. Yəni, bu qorxulara qalib gəlmişəm də, mən çox bir şeyləri beynimdə şəkilləndirirsən. Bu 4 hərəkətlə ani. Sən nəyə xidmət edirsən? Şuuru, prefrontal korteks, şuur yenidən dövrəyə qayıdır. Çünki simpatik sinir sistemi qorxu oyanan kimi şuura deyir ki, bizə də var, sən çəkil qırağa, ağıl və məntiq yürütmə zamanı deyil. İndi həyatda qalmaq zamanıdır. Vəssalam, bu aktivləşir, şuur dövrədən. Sən isə bu davranışla, bu 4 hərəkətlə şuuru qaytarıb gətirirsən yerinə və şuurlu qərar verirsən. Yəni, belə deyək, ki, bilirsən, mənim söyüb, anamı söyüb də, mən şuursuz davransam, heyvani beyin aktivləşəcək və mən onunla mənim aramda nə baş verəcəksə, bu sonu faciəli qutaracaq. Amma mən şuuru qaytarıb öz yerinə gətirəndə başa düşürəm ki, yəni o söyüş onun ağzından çıxıb da, o murdar bir yerdən çıxıb, iyrəc, tualetdən gəlir də üfunət idi. Onu mənim öldürməyim, mən anamı da tanıyıram, özümü də tanıyıram, onun söyüşü ilə mənim nə anama, nə özümə bir şey olmur. Buna baş qoşma lazımdır. Buna görə həyat bu korlamağa dəyməz. Buna görə bir ağılla, yəni qərar verirəm. Bu məsələ budur. Ağılla, çünki ağıl, şuur olan yerdə yəni mümkün deyil ki, sən yanlış qərar verəsən. Nə görə? Mesela o adı nədir? Ağsaqqal deyə deyirlər ona. Müdrik deyə deyirlər. Belə və bu təzahür zamanında eyni. Bax, gəlir qorxu, sənin planların alt üstü oldu, sənin arzuların məhv oldu və sən onu qaytarırsan, test qaytarırsan yerinə.
Və qorxuyla sevginin bir yerdə ola bilməməsi haqqında video paylaşdım. Orada bunu deməmişəm, bunu da qeyd edirəm. Bu, belə deyək, qeyri-rəsmi münasibətlər var da, yəni bilirik də bu sevgi məsələləri. Bax, sual verirəm ki, məsələn, sən qorxu anında, üzr istəyirəm bu ifadəmə görə, ehtiras, sevgi, qorxu bir yerdə mümkündür sizcə bu? Bax, elə ki, bir yerdə sən qorxursan və hətta sevişməlisən, orada mümkün olar. Mümkün olmaz o həyatı boyunca. Sonra qorxursan, görürsən, o mümkün deyil. Bax, sübutdur da bu. Ki, yəni qorxu, sevgi və ehtiras bunlar bir yerdə ola bilməz. Yenə inandı bunlar aktiv ola bilməz. Sən qorxursansa, vəssalam, sənin ehtiras və sevgi sistemin bloklanır. Sevgi və ehtiras oyaqdırsa, qorxu ola bilməz. Vəssalam. Belə, qorxu olacaq, amma sən qorxuya rəğmən addım atacaqsan. Yavaş-yavaş gedəcəksən və qorxunu da çevirəcəksən güclə, irəliləyəcəksən. Tədricən qorxuları da tanımaq lazımdır. Qorxuları analiz eləmək lazımdır. Qorxuları tanış olursan, qorxunu analiz edirsən şuurlu şəkildə, onu çevirirsən güclə, gələn dəfə qorxu sənə gəlməyəcək. Məsələn, uşaq gedibsə yarışa, gələn dəfə o siqnal sənə gəlməyəcək. Artıq onu tanıdın, onlarla barışdın, razılaşdın. Tədricən öz dünyada hakim olursan, öz dünyada. Çünki səndən başqa dünyan yoxdur. Hər şey bunun içindədir. Buradan başlayırsan, buradan da qutarırsan. Hər şey bu qaranlıqdadır. Kənarda gördüklərin sənin sadəcə təzahür elətdir. Siqnallardır, sadəcə siqnaldır. Bilmirsən nə dərəcədə realdır, var ya yoxdur. Sənin bir dənə reallığın var. Düşünürsən, düşünə bilirsən. Düşünürsənsə deməli yaşayırsan. Buraya da Allah rəhmət eləsin Descartes-da gözəl deyib. Düşünürəmsə demək varam. Çünki ondan başqa heç nə həqiqət deyil. Var olun uğurlar. Qorxu var, amma sən qorxuya rəğmən, bax, cəsarət qorxudan qorxmaq deyil, qorxuya rəğmən davam edə bilməkdir. Bu qədər.